boşananların neçə faizində bıçaq sümüyə dirənib? Yoxsa üzr istəyirəm, qudurğanlıqdan boşanır. Belə hal da var axı. Hansı kişidir ki, sosial şəbəkə... Gözüm var dediyinə peşman olur. Bəli. Kişidir, ailə qurub, çox üzr istəyirəm, 3 aydan, 5 aydan, 1 ildən sonra sosial şəbəkədə başqa bir xanımlar tanış olub. Bunun statistikası en qədər. Həyat yoldaşında ciddi problem yoxdur, həyat yoldaşı quzudur, təmkinlidir. İndi bütün xanımlarda eyb, irad ola bilər, kişilərdə də həmçinin. Orada da bir nöqsanlar var da, bunu gəlir nöqsanı böyüdür, gözü qalıb o biri xanımda. Və gəlir ailəsini dağıdır. Bunun statistikası en qədər var. Yaxşı, mövcud qanunvericilik buna yol açıb da, əksini də deyirəm. Xanım həmən quzu həyat yoldaşı ilə yaşayır, həyat yoldaşının bəlli bir gəliri var. Azərbaycan reallığında məsələn tutaq ki, 2000 manat, 1000 manat, 2000 manat, indi rəqəmlərə takılmaq istəmirəm. Yəni normal yaşayırlar. Gözü düşür bir oğlana, sosial şəbəkədə tanış olur ondan, oğlan bahalı maşında, bahalı şirkət rəhbəridir, gəlir ailəsini dağıdır. Və hüquq buna heç nə demir. Əksinə deyir ki, boşanacaqsan, oğlandan da sən 1000 manat maaş alır oğlan. Ondan da 2 dənə, 3 dənə uşağa hərəsində 200 manat, 250 manat aliment alacaqsan. Oğlanı qoyacaqsan bədbaxt günə. Bədbaxt günə qoyacaqsan. Və salam.